بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيب إلهنا وطبيب نفوسنا أبي القاسم المصطفى محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله في الأراضين روحي وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Bugünden başlayarak inşallah mübarek Ramazan ayının sonuna kadar her gün günorta vakti, günorta namazlarından sonra məsciddə moizə məclisi təşkil olunacaq hər il olduğu kimi. Allah bu məclislərin feyzindən, bərəkətindən bizi binəsib eləməsin inşallah. İnsanın öz biliyini, biliklərini və məlumatlarını nizama salmağa ehtiyacı var. İndiyə qədər dini mövzuda çox sözlər eşitmişik. Xeyli şeylərə bələdik, məlumatımız var, az çox hələ də var məlumat din haqqında. Bütün bu məlumatları nizamlamaq lazımdır, nizama salmaq lazımdır. Bu məlumatlar pərakəndə qalarsa, əgər nizamlanmazsa, insanı bir yerə çatdırmaz. İnsana faydası az olar, xeyri az olar. Bilgilərimizin, biliklərimizin, bildiklərimizin belə deyək, pərakəndəliyi, nizamsızlığı bizi hərəkətdən saxlayır. Bizi inkişafdan, mənəvi inkişafdan, mənəvi tərəqqidən saxlayır. Bu ay ərzində Allah qismət eləsə, danışdığımız sözlərdə məqsəd bundan ibarət olacaq. Belə demək mümkünsə, danışdığımızın bir məqsədi də bundan ibarət olacaq ki, biz indiyə qədər bildiklərimizi nizama salaq, qaydaya salaq. Təsbih dənələri kimi bir ipə düzək bildiklərimizi, bir nizam halına gətirək, nizamlı hala gətirək. İp olmasa təsbihin dənələri pərakəndədir. O təsbih deyil. İp onu nizama salır, birləşdirir. Bu orucluq ayında söhbətlərimizdə əgər qismət olarsa, istəyirəm ki, bu bilgilərimizi, məlumatlarımızı nizamlayaq bir qədər. Mənəvi mövzuda əsasən, bu ayın mahiyyəti ilə uyğun olaraq. Əgər biz bildiklərimizi nizama salarıqsa, yolu asanlaşdırarıq. Vaxtımız hədər olmaz bizim. Enerjimiz hədər getməz. Ən çox mən nəyə diqqət eləməliyəm? Hansı məsələ vacibdir, hansı daha vacibdir? Bu məsələlər haqqında biz düşünməliyik. Təəssüflər olsun ki, bizim hamımızın dini biliklərimizə, dinə yanaşmamıza bir pərakəndəlik hakimdir, nizamsızlıq hakimdir. Bu çox vacib məsələdir mənim fikrimcə. Kitablar ki çıxır dini mövzuda, bəzi hallarda bu kitablar da bu nizamsızlığı daha da gücləndirir. Görürsən, məsələn, bir kitabdır 10 dənə, 20 dənə fəzilət haqqında danışır. Əxlaq kitabıdır, məsələn. Fəzilətlər haqqında danışır, amma bunların bir-biri ilə əlaqəsi nədən ibarətdir?
Hardan başlasın bu insan? Hansı fəzilətdən başlasın? Bu yolu necə getsin? Əsas nədir? Nəyə söykənsin? Çox fəzilətləri bildi. Bunu eləyənə filan qədər cəza verirlər. Bunu eləyənə filan qədər mükafat verirlər. Doğruluq fəzilətdir. Yalançılıq pisdir. Bunlar hamısını bildi. Amma insan bilmir ki, hansından başlasın. Bunların hamısını əlaqələndirən nəsə varmı? Hamısına bir nizam verən bir nəsə varmı? Nəyə söykənsin? Nə daha vacibdir, nə daha önəmlidir? Mən həsədlə mübarizə aparmalıyam ya təkəbbürlə? Məsələn deyirəm, xəsisliklə mübarizə aparmalıyam ya hərisliklə, məsələn. Mən məhəbbət əhli olum, təqva əhli olum, iman əhli olum, nə əhli olum? Səbirə daha çox üstünlük verim, ya məsələn təvazuya daha çox önəm verim. Namaza çox fikir verim, yaxud oruca çox diqqət edeyim, nəyə çox fikir verim? Bunlar mənim zənnimcə çox mühüm məsələlərdir. Mənim zənnimcə, mən belə düşünürəm. Həm ictimai məsələlərdə, həm əxlaqi mövzularda, mənəvi mövzularda. Bu nizam-intizam çox mühüm məsələdir, çox önəmli məsələdir, çox vacib məsələdir. Biz bilməliyik, nədən başlayaq bu yolu, nəyə əsaslanaq? Bunu insan bilmirsə, din yolu getmək çox çətin olur adam üçün. Çox çətin gəlir insana. Dindarlığa alınmır, belə demək mümkünsə insana. Uğursuzluqla nəticələnir. Qeyri-mümkün olur bəzən. Bəzən qeyri-mümkün olur. Yolu düz getməyimiz səbəbindən yolu getmək mümkünsüz olur. Nəyəsə çatmaq qeyri-mümkün olur. Bəziləri dinə ona görə gəlmir ki, qıraqdan çətin görünür, başa düşə bilmir, bu nizamsızlığı görür. İnsanlar başa düşmür ki, din tam adamdan nə istəyir? Biz bunu başa düşmürük. Biz çoxumuz başa düşmürük. Bizim din haqqında təsəvvürlərimiz səhvdir. Bizim Allah bizdən nə istəyir, bu haqda məlumatımız yoxdur. Biz ona görə də illər keçir biz yerimizdə addımlayırıq, bir addım qabağa getmirik. Yəni mən bu ay Ramazan ayıdır, əxlaqi mənəvi mövzulardan danışılır deyə mən başqa məsələlərə toxunmuram. Amma elə hər sahədə belədir. Elmi baxımdan da belədir, mənəvi baxımdan da belədir. Deyək, elmi atmışıq bir kənara, əxlaqa, mənəviyyata fikir vermişik. Güya burada nə əldə eləmişik? Heç burada da, axı nizamsızlıq olanda heç nə qaydasına düşmür. Deyək, indi məsələn də müsəlmanlar elmi baxımdan geriliyib, güya mənəvi baxımdan nə ediblər ki? Güya, məsələn, hara gedib çata bilmişik ki? Hansı bir mənəviyyat nümunələrimiz var? Düzdür, demirəm nümunəsizik. Məsumları çıxmaq şərti ilə onlardan sonra bu sahədə nümunələr var, amma neçə dənədir bunların sayı? Nə qədərdir? Bunlar çox mühüm mövzulardır, mühüm məsələlərdir. Ki, insan bu məsələlərin əhəmiyyətini, önəmini bilməsi vacibdir. Çünki bu nizamsızlıq səbəb olur ki, biz dini baxımdan inkişaf eləyə bilmirik. Özümüz mənəvi tərəqqi, hər bir fərd, hər bir şəxs. Mənəvi baxımdan tərəqqiyə, inkişafa çata bilmir, nail ola bilmir. Dindarlar dində inkişaf eləyə bilmir, dindən uzaq adamlar da dinə maraq göstərmir bunun nəticəsində. Bu söhbətlərdə Ramazan ayı boyunca çalışaq bildiklərimizi, eşitdiklərimizi müəyyən bir nizam ətrafında danışaq. Ki, insanlara aydın olsun, nəyə çox önəm verməlidirlər. O zaman özümüzü də tanıyarıq, dinimizi də tanıyarıq. Bizim problemlərimizdən biri budur ki, hər birimizin özümüzü də tanımırıq, dinimizi də tanımırıq. Bir insan ki, dini düz tanımadı, özünə də düz qiymət verə bilməz. Deyirsən, sənin məsələn vəziyyətin yaxşı vəziyyət deyil, elə bilir ki, o yaxşı vəziyyətdədir. Deyir, mən filan işlər görmüşəm, yaxşı işlər.
Və yaxud da bəzən özünü çox qınayır, amma başa salırsan ki, sən çox da pis vəziyyətdə deyilsən. Ya insan məğrur olur dini tanımayanda, ya insan məyus olur. İfratla təfrit arasında olur. Ya biri deyir, mən filan işlər görürəm, özü-özünə hesabat verir. Və məğrur olur, arxayınlaşır. Bir qrupu da ki, özünü, ancaq eyiblərini görür, məsələn, məyus olur. Yəni, bizim dəyərləndirmə sistemimiz olmalıdır. Biz dinimizi düz tanımalıyıq, meyarları düz bilməliyik ki, həm özümüzə, həm ətrafdakılara qiymət verə bilək. İlk növbədə özümüzə qiymət verə bilək. Biz Allahla danışırıq, amma bilmirik dərdimiz nədir. Bizim böyük problemimiz budur. Biz bilmirik ki, dərdimiz nədir, nəyi istəməliyik Allahdan. Allahdan istəyirik amma. Nədir dərdimiz bilmirik. Bizim dualarımız və ona görə hədəfə gedib çatmır. Çünki bilmirik nə istəyirik. Nə istədiyimizi bilmirik. Bizə nə lazımdır, onu anlamırıq. Dərdlərimizi tanımırıq, dərdlərimizi bilmirik. Sözün qısası insanın dini düz tanıması üçün, mənəvi baxımdan yetişməsi üçün illər keçir, amma biz bir yana çata bilmirik Allah yanında. Bunların hamısını qaydaya salmaq üçün, bir şey əldə eləmək üçün nizama ehtiyac var. Bilgilərin nizama düşməsinə ehtiyac var. Nədən başlayaq sözün qısası? Ən mühüm vurğulanmalı məsələ hansıdır? Bu Ramazan ayı boyunca bundan danışacağım inşallah qismət olsa ki, nədən başlayaq? Ən çox nəyə diqqət eləyək ki, bir yerə çata bilək? Mən uzatmıram, mövzuya daxil olmaq istəyirəm. Mövzumda məşhur, hamının bildiyi bir hədislə başlayıram. Yəni ki, mən inanmıram ki, burada bir adam ola ki, bu hədisi eşitməyə. Çox eşitmişsiniz, dəfələrlə danışılıb, bütün kitablarda da qeyd olunub ki, müsəlmanlar döyüşdən qayıdır və bəziləri danışır ki, Peyğəmbər özü də döyüşdə olub. Hər halda Peyğəmbər onları qarşılayanda belə bir söz işlədir ki, salam olsun kiçik cihadı başa vuranlara. Onlar təəccüblənir bu sözdən. Yəni, neçə vaxt müharibədə, döyüşdə qan tökülüb, fədakarlıq, insanlar şəhid verib filan. İndi döyüşdən qayıdırlar, Peyğəmbər qarşılayanda deyir, salam olsun kiçik cihadı başa vuranlara. Və orada böyük cihadın nə olduğu ilə maraqlanırlar. Peyğəmbər buyurur ki, cihad-ı əkbər, yəni ən böyük cihad nəfslə cihaddır. Bizim mövzumuz nəfslə cihad mövzusudur. Nəfslə cihad mövzusudur. Əvvəlcədən bunu elan eləyirəm. Və mənim zənnimcə təsbehin sapı budur. Təsbehin sapı budur. Bütün o fəzilətləri düzənə, nizama salan bu dəyərdir. Əsas mövzu dində təkəbbür deyil. Əsas mövzu dində məsələn xəsislik deyil, filan əxlaqi xüsusiyyət deyil, tamah deyil. Əsas mövzu doğruluq deyil. Əsas mövzu mehribanlıq deyil və s. deyil. Əsas mövzu nəfslə cihaddır, nəfslə mübarizədir. Niyə? Belədir, onu çalışarıq aydınlaşdıraq. Çalışarıq bir neçə söhbət ərzində bunu aydınlaşdıraq. Niyə əsas mövzu budur? Axı namaz əsas mövzu olmalıdır. Axı oruc məsələn əsas mövzulardan biri olmalıdır. Axı vilayət məsələn o qədər təkid olunur. Təvhid ən birinci mövzudur. Niyə biz bu mövzuları demirik, deyirik nəfslə cihad ən vacib mövzudur. O sap kimidir, bütün dəyərləri birləşdirir. Bu barədə danışacağıq inşallah. Allah bizə qismət eləsə ki, niyə fəaliyyət istiqaməti nəfslə mübarizədir? Niyə bu xətt üzrə hərəkət eləməlidir? Bu xətt təməldir, bunun üzərində yol getməliyik. Hər kəsin dəyəri mübarizəsi qədərdir. Bunların hamısı haqqda inşallah qismət olsa danışacağıq.
Qiyamət günündə biz Allah qabağında dayanacağıq. Qiyamət günündə فَمَنْ يَعْمَلْ مِسْقَالَ زَرَّةٍ خَيْرًا يَرَهُ Bir zərrə ağırlığında yaxşı iş yanımızda olacaq. Bir zərrə ağırlığında pis hamısı. Yəni neynəmişik onun əhatəsində dayanacaq. Hamımız. Nə əməl sahibi onun əhatəsində olacaq. Amma bizə qiymət verəndə, qiyamət günü, bizə qiymət verəndə necə verəcəklər? Deyəcəklər sayın, bir namaz, iki namaz, üç namaz, belə, bir günah, iki günah, üç günah, belə qiymət verəcəklər. Yoxsa nəyinsə əsasında qiymət verəcəklər. Bunu tam əmin olun. İndidən deyirəm, qiyamət üzə aid olan məsələdir. Tam əmin olun ki, qiyamət günü ölçü meyarı budur ki, bu əməli elədi yox. Mübarizə bahasına başa gəldi ya yox. Mübarizə apardı özü ilə bunu eləmək üçün yoxsa yox. Bax, budur bizim dəyərimizi müəyyən edən. Bunu tərk elədi, mübarizə ilə tərk elədi yoxsa yox. Və bunu elədi, mübarizə ilə oldu bunu eləmək ya yox. Yəni bu işdə nəfslə mübarizənin payı nə qədərdir? Bu ölçü vahididir. Qiyamətin ölçüsü bunun əsasındadır. Qiyamətdə deməyəcəklər yaxşıların sayın, pisliklərini sayın. Qiyamətdə bizə yanaşanda o yaxşılarda nəfslə mübarizənin payı nə qədərdir? Mübarizə ilə eləyib bu yaxşı şey, yoxsa bunun üçün bunu eləmək asan idi. Bax, budur ölçü vahidi. Ölçü, meyar budur. Bu işi görməyib, buna qiymət verməyəcəklər. Mübarizə aparıb görməyib, yoxsa mübarizəsiz eləməyib. Bu çox vacib məsələdir. Yəni bir şeydən mübarizənin həddi nə qədərdir, o bizim üçün qiymət vermə meyarıdır. Həm əməlimizə, həm özümüzə. Qiyamət günü bu əsasda qiymət veriləcək. İnsana qiyamətdə güzəşt ediləndə bunun əsasında ediləcək. Bunun əsasında ediləcək. İnsanın paçlığı, çirkinliyi bu əsasdadır. Hər şeyin mərkəzində bu dayanır. Bir adam nəfslə mübarizədə qələbə çaldısa, bu başlayır onun namazında zuhur eləməyə, orucunda zuhur eləməyə. Namaz gözəlləşməyə başlayır. Yəni bu işdə müvəffəqiyyət gəlir, təcəlli edir əməllərdən. Başa düşürsünüz? Bu işdə məğlubiyyət, nəfslə mübarizədə məğlubiyyət gəlir, əməllərdə özünü göstərməyə başlayır. Günahlarda özünü göstərməyə başlayır. Əsas xətt bəndəliyin əsas xətti. Mən burada fərqindəyəm, harada oturmuşam və hansı gündə danışıram və nə danışıram. Yəni bunun fərqindəyəm. Mən burada dedim, əsas budur, filan şey odur, çıxdım, getdim, bundan iş bitmir. Məsuliyyət daşıyıram dediyim sözə. Yəni danışdığım sözün məsuliyyətini başa düşərək deyirəm bunu. Bir var elə belə keyfimə düşə deyəm ki, gedim bugün deyim ki, filan şey əsasdır. Mənim haqqım yoxdur buna. Mən bir şeyə möhkəm, tutarlı dəlil tapmadan ixtiyarım yoxdur onu deyim. Özdə deyirəm, vaxtınızı alacağım inşallah, qismət olsa bir ay. Və düşünürəm ki, mən danışdığım üçün məsuliyyət daşıyıram. Bunu düşünərək deyirəm sizə. Din yolunun əsas xətti mənim başa düşdüyüm qədər ki, Qurandan, hədislərdən anladığım qədər insanın nəfslə mübarizəsidir. Özü ilə mübarizəsidir. Ramazan ayı da bu mövzu üçün çox münasibdir. Mən bilmirəm ay boyunca bu barədə danışacağam ya yox. Mən indidən deyə bilmərəm. Ay ərzində əvvəldən axıracan mövzu bu olacaq. Bunu deyə bilmərəm. Bəlkə də neçə gün davam eləyəcək. Bilmirəm. İndidən heç nə deyə bilmərəm. Amma Ramazan ayıyla öz-özlüyündə çox münasib mövzudur. Ramazan ayı, oruc bunu məşq eləmək üçündür. Ramazan ayını bunun üçün vacib buyurublar. Alimlərdən biri deyir ki, hamımız
ziyafətə dəvət olunmuşuq. Duitun fihi ila ziyafətillah Peyğəmbər buyurur. Hamımız ilahi ziyafətə dəvət olunmuşuq. Amma buyururdu ki, kimdə bir zərrə həvai nəfs varsa, vallaha qonaq ola bilməyəcək. Savab qazanacaq, oruç tutacaq, bağışlanacaq. Amma ziyafət başqa şeydir. Bu ziyafətdən tam mənada faydalanmaq üçün həvai nəfsi əzmək lazımdır. Əzdiyin qədər faydalanacaqsan. O çox çətin işdən danışacaq. Ən çətin işdən danışacaq. Bax, bu sözümün də məsuliyyətini bilirəm. Dünyada elə bir işdir ki, bundan çətin iş yoxdur. Hərdən soruşurlar da, ən çətin iş nədir, ən asan iş nədir? Mən sizi tam əmin edirəm. İnsan üçün dünyada ən çətin iş nəfslə mübarizədir. Ən çətin iş, bundan çətin məsələ yox. Hədislərdə var, bir adam tək başına bir şəhəri fəth eləməyi nə qədər çətindirsə, nəfslə mübarizə o qədər çətindir. Ondan da artıq çətindir. Elə bir dənə adam gəlib Bakını fəth eləməyə. Nə qədər çətin məsələdir. Hədis buyurur ki, bir adamın tək başına bir şəhəri fəth eləməsindən daha çətindir öz nəfsi ilə mübarizə aparması. Bu heç filmlərdə də mümkün deyil də məsələn. Heç Hollywood da bunu da eləməsi, bir adam gələ bir şəhəri fəth eləyə. Amma hədislər buyurur ki, bu ondan da çətin məsələdir. Ramazan ayda ilk növbədə mübarizə ayıdır. Soruşsalar Ramazan ayı nə ayıdır? İbadət ayı, dua ayı, Quran oxumaq ayı, bunlar hamısı var. Amma Ramazan ayı nəfslə mübarizə ayıdır. Nəfslə mübarizə ayıdır. Yəni, çox cəhətlər var. Tövbə ayı, məğfirət ayı, bərəkət ayı, rəhmət ayı saymaq olar. Amma bir cümlə ilə desək, biz nə etməliyik? Onun ən birinci söz budur ki, Ramazan ayı nəfslə mübarizə ayıdır. İlk növbədə. Özdə bu mənada yox ki, yemək yeməyəcəm, nəfslə mübarizə aparacam. Yox, sözün dərin mənasında. Sözün dərin mənasında. Nəfslə mübarizə o saat demin ki, hə, demirsən, neçə saat yeməyəcək, içməyəcək, mübarizə. Bunu nəzərdə tutmuram. Dərin mənada, Ramazan ayı hər mənada nəfslə mübarizə ayıdır. Nəfsi vurub əzmək ayıdır. Özünüz yollar tapın. Hər şey lazımdır, burada ehkamın içində axtarasınız. Ramazan ayı ehkamdan ibarət deyil, orucu pozan şeylər filandır. Və yaxud hətta belə deyərəm, bəlkə indiyəcəm belə deməmişəm ki, Ramazan ayı hətta təkcə günahı tərk eləmək ayı da deyil. Ramazan ayı sözün bütün mənalarında nəfslə mübarizə ayıdır. Hərədə onun üçün fərqli bir taktika fikirləşə bilər, özünü yaxşı tanıyır, hardan bunu vurum. Və bu Ramazan ayının əsas məşqlərindəndir. Cihadların hamısından ən çətin cihad Peyğəmbər buyurur budur. Ən böyük cihad budur. Düşmənlə üz-üzə gəlib döyüşməkdən çətindir. Bunda qalib olmalısan ki, orada hər halda qalib olasan. Daxili cihadda qalib olmalısan ki, orada ölsən də qalibsən, qalsan da Kərbəladakı kimi. O daxili cihadda qələbə çalmaqdır. Yəni, həyat bir döyüş meydanıdır, ringdir, müasir dillə desək. Dilin yanaşması budur həyata. Bir ringə girir insan, hətta buluq yaşından hakimin fiti ilə başlandı, ta can bədəndən çıxanacan ringdədir insan, döyüş meydanındadır. İşi bundan ibarətdir. O hücum çəkirsən, onu yıxasan, o hücum çəkirsən, onu yıxasan, çarpışasan və bu həyatın mənası. Ruh bədəndən çıxana qədər axır dəqiqəyəcən bu davam eləyəcək. Özünlə güləşməlisən. Özünə qarşı amansız olmalısan, amansız olmalısan. İnsanın ən təhlükəli düşməni heç şək eləməyin insanın özüdür. Ən təhlükəli düşmənidir. Elə bir düşməndir ki, ürəyində bir zərrə rəhmi yoxdur sənə qarşı. Yalvarsan da xeyri yoxdur. Özün özüvə elədiyi hiss etsən eləməyəcək. Ə'da əduvvik, hədis buyurur. Ə'da əduvvik. Yəni, düşmənlərin ən qatısı sənin özünsən, öz nəfsündür.
özündən artığı yoxdur. Heç hansı biri burada oturanlardan belə hiss eləyir? Belə hiss eləyirik, özümüz özümüzə belə yanaşırıq ki, bizim öz düşmənimiz özümüzü. Zarafat sözlərdir bunu danışırlar. Ən qorxulu düşmən özünsən, həlak eləməyincə əl çəkmir ya insanın nəfsi özündən, özündən. Heç bir aman da vermir, rəhmi də yoxdur. Bu nəfs belə bir şeydir. Vallahi belə bir şeydir. Heç bir hədd yoxdur ki, orada desin, daha vurmayayım. Nəfsə tabi oldunsa, aparıb vurduqca vuracaq, əl çəkən deyil insandan. Belə bir xüsusiyyəti var. Bütün düşmənlər haqqında Allah Quranda danışır, hədislərdə qeyd olunur, deyir, onlardan qorxmayın. Çox da güclü deyirlər. İnnə keydə şeytan kana zəifə. Quran buyurur, şeytan çox zəifdir. Yaxud zalimlar haqqında danışır, deyir, onlar zəifdir. Zülmdən tikilmiş ev hörümçək toruna bənzəyir. Baxmayın, əzəmətlidir, silah, top, tüfəng, zəifdir. Amma bir dənə ayə mənə tapın, bir dənə hədis mənə tapın, desin ki, nəfs zəifdir. Əksin deyir. Həzrəti Yusufun dilindən, Quran-ı Kərimdə İnnən nəfsələ əmmarətun bissu illa ma rəhmə Rabbi buyurur, həqiqətən nəfs pisliyə əmr edir. Bundan kim nicat tapar? O qədər çətin məsələdir, Allaha qalıb. Allahın rəhmi gəlsin gərək adama. Yəni Allah əlindən tutsun. Bu hər adamın bacardığı iş deyil. Hər kəs bu meydanda müvəffəq ola bilmir. Xüsusi şücaət lazımdır, güc lazımdır. İnanın mənə ki, döyüşdə, müharibədə, düşmənlə vuruşanda lazım olan gücdən neçə dəfələrlə artıq güc və şücaət və hünər və kişilik, mərdlik lazımdır ki, adam özü ilə bacara bilsin. Buna doğrudan da böyük kişilik və mərdlik istəyir. Bu az adamda var. Qılınc götürmək, avtomat götürüb döyüşürlər. Lap haqq uğrunda, torpaq uğrunda, vətən uğrunda bunlar hamısı yaxşı işlərdir. Əgər hədəf Allahdırsa, ilahi dəyərlərdirsə. Amma ən böyük şücaət tələb olunan yer insanın içində olan döyüş meydanıdır. Burada xüsusi şücaət və məharət lazımdır. Hər kişi bu mübarizədə qələbə çala bilmir. Ən böyük hünər budur. Bir an qəflət edirsən, elə bir vəziyyətdəyik biz. Bir an göz qırpımı qəflət edirsən, nəfs hücum eləyir. Oradan vurursan, buradan hücum eləyir. Və belə bir təsəvvürdə olun. Və belədir də. Və elə amansız vurur adamı ki, rəhm eləmir adamı. Elə amansız vurur ki. Bəzi adam hiss eləmir. Diqqət eləyəndə hiss edirsən ki, gör necə incə yerlərdən yollar tapır məni vurmağa. Bir yerdən yolun bağlayırsan, gözləmədiyin bir yerdən həmlə eləyir. Bu nəfslə öz vəziyyətinizi belə hiss eləyin. Bu hissiyatla yaşayın. Və din bizdən bunu istəyir. Biz belə yaşayırıq, belə düşünürük. Hər an deyir, diqqətli ol, hər an. Elə bir ki, bəzi adamlar var, gizlənə yaşayır və yaxud məsələn, bilir ki, hər vaxtı düşməni var bu insanın, buna hücum eləyəcək. Hər məqamda. Ondan da daha ağır vəziyyətdir, ehtiyatlı olmalıdır insan öz nəfsi ilə. Əsas iş insanın budur. Dedim, yaduzdadırsa cümə günü. Bir alimdir, gedir minbərdə bir neçə gün danışır, minbəri yaxşıdır, çox şan şöhrəti yayılır, təriflirlər ki, gözəl danışır filan, cəmaat tökülür gəlir moizəsinə, adamlar çoxalır, 4-5 gün belə davam eləyir, deyir ki, moizəni saxlayıram, davam eləmirəm. Niyə görə? Deyir, eşitdim, məni təriflədilər, gördüm, keyf eləyir nəfsin. Keyf eləyir, ona görə də mənə lazım deyil bu. Bizi tərifləyəndə dayı da həvəsə gəlirik ki, tərifləməyəndə deyir, işimizi saxlayırıq. Bunda əksidir. Demirəm, hər işdə bizi tərifləsələr o işi dayandıraq, yox. Yəni, əsas iş budur. Nəfs keyf elədirsə, vəziyyət təhlükəlidir. 100 adam hidayət olacaq, milyon adam hidayət olacaq. Bundan önəmli budur ki, bu meyl, istək var içəridə, o başladı keyf eləməyə. Niyə istəklə mübarizə bu qədər mühümdür? Niyə görə? Niyə istəklə mübarizə bu qədər vacibdir? Xoşum gəldi, yəni keyf elədim. Özümə ləzzət elədi. Burada deyir,
dərhal saxlayıram. Da sabahdan danışmayacağam. Neçə ay daha heç ümumiyyətlə din haqqında danışmır ki, o məsələni tənzimləsin. Bir dənə hədis oxuyub sözümü tamamlayıram. Bir hədis oxuyub sözümü tamamlayıram. O hədis həm Peyğəmbərdən gəlib, bu oxşar hədislər, həm Həzrət Əli əleyhissalamdan, digər imamlardan da. Deyəsən İmam Baqir əleyhissalamdan da, İmam Musa ibn Cəfər əleyhissalamdan. Bu hədis təxminən cüzi fərqlərlə demək olar ki, bunların hamısından nəql olunub. Bu hədis hamısı neçəsindən nəql olunub, hamısı andla başlanır. Hədis-i qudsidir, Allahın sözüdür. Allah sözüdür. Allah andla danışır, özünə and içir, öz izzət və cəlalına. Mən bunu oxuyub sadəcə sözümü yekunlaşdıracağam. Hədis belədir ki, Qalallah Əzzə və Cəl, Allah Əzzə və Cəl buyurur: Və izzəti və cəlali və əzəməti və bəhai və uluvvi irtifai. And olsun izzətimə, cəlalıma. Allah andla başlayır. O əzəmətdə Allah başlayır andır. And olsun izzətimə, cəlalıma. And olsun əzəmətimə, dəyərimə. And olsun məqamımın genişliyinə. Andla başlayır. Ərəbcəsini oxumuram, vaxt uzalmayam. Elə tərcüməsini deyirəm. Deyir, mənim bəndəm bir işdə, bir məsələdə cəmi mənim istəyimi öz istəyindən üstün tutsa, fi şeyin min əmrid dünya, cəmi bircə işdə, bircə məsələdə ürəyi çox istəyir, mən deyirəm eləmə, bircə məsələdə. Deyir, bu yerdə ürəyi istədiyinə yox desə, amma ürəyi istəyir. Ola bilər, bəzi günahlar var, mənim ürəyim istəmir onu eləmək. Ya bəzi işlər var, ürəyim istəmir. Biz o sadələri hesablayıb yazırıq özümüz üçün ki, biz filan əməllər eləmirik. Allah başqa cür hesablayır. Deyir, bircə dənə işdə ürəyi bərk istəyir eləmək, mən deyirəm eləmə. Bir işdə mənim dediyimi götürür, öz istəyinin əksinə gedir. Allah buyurur ki, and içir. İzzət və cəlalıma and olsun. Bunlara dedim, and olsun. Onu aləmdən ehtiyatsız edərəm. O qəni olar. Yəni, dünya ayağının altında qalar. Ehtiyatsız olar. Onun bütün səyini, zəhmətini, fikrini, zikrini axirətə yönəldərəm. Yəni, ən böyük himməti axirət olar. Kumeyl duasında necə görsən, o Həzrət Əlinin himməti budur ki, həbni səbərtu ala əzabik, keyfə əsbiru ala firaqik. İndidən oranın dərdini çəkir ki, birdən dözdüm sənin əzabıva, ayrılığa necə dözüm, cəhənnəmə necə dözüm. Bir o hallardan danışır. Deyir, kim bir işdə tərk eləsə, mən istəyəni eləsə, öz istəyini tərk eləsə, onu ehtiyatsız eləyərəm, onu axirət əhl eləyərəm. Zəmməntus səmavatu vəl ərz rizqəhu. Yer, göy onun ruzusunun zamini olar. Yəni, hər şey onun xidmətində olar, sözün qısası. Hər şey onun xidmətində olar. Mən ona arxa dayaq olaram və dalınca əlavə eləyir ki, hardasa da səhvi olsa, xətası olsa özüm düzəldərəm. Yəni bir cümlə ilə də Allah deyir, bir yerdə mən deyim eləmə. Sən də bəlkə istəyəsən, amma eləməyəsən, sırf buna görə ki, Allah deyir olmaz. Allah buyurur ki, onda mən sənə arxa olaram, dayaq olaram, dünyanı ayağının altına tökərəm, hər şey səndən aşağıda qalar, axirət əhli olarsan, səhvlərin olar həyatda, nöqsanların olar, o səhvlərdən qoymaram, zərbə alasan, özüm islah eləyərəm. Sən səhv buraxarsan, mən düzəldərəm. Yəni, dünya sənin qulluğunda olar. Bu bir dənə, deməli biz bir dəfə də belə şey eləməmişik ki, bu neymətlər bizim əlimizə gəlib çatmayıb. Görünür ki, eləməmişik. Biz inersiya üzrə hərəkətdəyik. Gündə gedirik, namaz qılırıq, gedirik işimizə, gəlirik, Ramazan ayı oruç tuturuq. Amma yox, mübarizə meydanına girməmişik. Və bu çox önəmlidir. Bizim bəzən yaxşı işlərimizdə ürəyimizin istədiyinə görə edirik.
ürəyimizin istədiyinə görə. Bizim məscidə gəlməyimiz də hərdən, nə bilim mən, oruç tutmağımız da, namaz qılmağımız da, ziyarətə getməyimiz də elə ancaq ürəyimiz istədiyi şeylərdir, ürəyimiz istədiyinə görədir. Biz ürəyimiz istəyən adamlarla otururuq, biz ürəyimiz istəyənləri yeyirik, biz ürəyimiz istəyən, hər şey istəyirik ki, bizim ürəyimiz istəyən kimi olsun. Amma bu ürəyimiz istəyənlə mübarizə bütün həyatın fəlsəfəsidir. Bütün fəzilətlər elə bil bunun arxasında gizlənir. Və bu Ramazan ayı, mübarək Ramazan ayı bunun üçün fürsətdir ki, inşallah Allah qismət eləsə sabah bu mövzunu davam elətdirərik. Allah bizi bu ayın feyzindən, bərəkətindən, fəzilətindən binəsib eləməsin ki. Allahümme inna nes'aluke ve ned'uk باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Bu orucluğu bizə axır orucluq qərar vermə. Bu ayın feyzindən, Qədr gecələrinin feyzindən bizi binəsib eləmə. Bu ayda elədiyimiz ibadətlər, duaların hamısını bizdən qəbul elə. Bizi bu ayın həqiqi oruç tutanlarından qərar ver. Bu ayın hər dəqiqəsinin, hər anının feyzindən bizi binəsib eləmə. Bizi ilahi ziyafətin həqiqi qonaqlarından qərar ver. Kimlər ki bizdən dua istəyiblər, iltiması dua eləyiblər, hamısının hacətlərini rəva elə. O möminlər ki yaxından, uzaqdan zəhmət çəkib gəlib bu məclisi, orucluq məclislərini abad eləyiblər, dünya və axirətlərin abad elə. Allah bu ay ərzində danışılan sözləri həm danışanın, həm eşidənlərin ürəyində təsir elə. Bizi öz bildiklərimizə əməl eləyənlərdən qərar ver. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. İslama, müsəlmanlara, bu xalqa xidmət eləyənləri müvəffəq elə. Xəyanət eləyənləri zəlil elə. Dünyanın hər yerində, xüsusən bu son günlərdə İraqda, Suriyada müsəlmanların qanın tökənlərə lənət elə. Müsəlmanları öz düşmənlərinə qalib elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı və xoşnud elə. Ağamızın zuhurunu tez elə.